çıkarmak usulü, İslam'ın yanlışlarını söylemek usulü. Bir tür ateist böyle olabilir. Başka bir tür ateist Hristiyanlığın yanlışlarını gösterir. Başka bir tür ateist Hinduların tanrısının var olamayacağını söyler. İndi də ateistlərin növləri ayırdı. Hinduizmin yanlışlarını, Hinduizmin tanrısının var olmadığını göstərən ateist, Hristiyanlığın yanlışlarını göstərən ateist, İslamın yanlışlarını göstərən ateist, bunların hamısı eyni növdür. İslamın yanlışlarını göstərən ateisti Hinduizm tərəfə qoy, yəni o tərəfə qoy. İndi də Hinduizmin tanrısının var olmadığını deyəcək. Hristiyanlığın qüsurlarını, yanlışlarını göstərən ateisti get Hinduizm tərəfə qoy. Bu səfər də Hinduizmin tanrısının var olmadığını deyəcək. Hinduizmin tanrısının var olmadığını deyən ateisti İslam tərəfə qoy. Bu səfər də İslamın qüsurlarını, yanlışlarını göstərməyə çalışdı. Bunların hamısı eyni növ bir ateistdir. Bunların heç bir fərqi yoxdur. Sadəcə fərqləri tərəfləridir və harda olduqları. Ateizm tanımı belirlemişsiniz. Yani ateizm her bir insanın tanrı dediği şeyi reddetmek zorundadır gibi